YouTube, Instagram ve TikTok hesablarımı takip edip videolardan yararlanıp dostlarınızla paylaşmayı unutmayın. Noyabrın 16-sı OTK sınav imtahanına salınmış. Belə bir sualın izahına baxaq. Deyir ki, X qəzetini oxuyanlar Y qəzetini oxuyanların sayının 4 mislidir və ümumi 80 nəfər insan var qrupda. Hər iki qəzeti oxuyanların sayı qəzet oxumayanların sayına bərabərdir. Gəlin çoxluqlara aid olan bu məsələni Eyler-Venn diaqramı vasitəsilə işləyək. X qəzetini oxuyanların sayı Y-in 4 mislidir. Y qəzetini oxuyanların sayı olsun K. Onda X qəzetini oxuyanların sayı olacaq 4 vur K. Və deyir ki, hər iki qəzeti oxuyanların sayını da bir A hərfi ilə işarə edək. Oxumayanların sayı da A-dır. Ümumiyyətlə biz hər zaman bilirik ki, çoxluqların birləşməsini tapanda heç qəzet oxumayanların sayını 80-dən çıxmalıyıq. Yəni 80 çıx A, demək ki, oldu bizim birləşməmiz. A həm hər iki qəzeti oxuyanların sayıdır, həm də heç bir qəzeti oxumayanların sayıdır. İndi bunları nə edəcəyik? Toplayacağıq və bərabərləyəcəyik 80 çıx A-ya. Digər tərəfdən bu hissə olur 4K çıx A. Axı ümumi 4K idi. Bu hissə də olur K çıx A. Gəlin bunları toplayaq. 4K çıx A, üstə gəl A, üstə gəl K çıx A, bərabər 80 çıxılsın A. Burada nələr islah olunur? A'lar getdi, bu tərəfdə də A'lar getdi. Qaldı 5 dənə K. 80, K da bərabər 80-i 5-ə bölərəm 16. 16 nəfər K'dırsa, X qəzetini oxuyanların sayı, görürük ki, burada 4K'nın işarə edildiyinə görə 4'ü 16'ya vuracağım. Olacaq düzgün cavab 64.